Gündə neçə stəkan su içməliyik? Sağlam qalmaq üçün, arıqlamaq üçün, dərimizin rənginin solmaması üçün su içməyimiz vacibdir. İnsan bədəninin 70% qədəri sudan ibarətdir. Dietoloqlar ümumilikdə günə 2-2,2 litr su içməyi məsləhət görürlər. Amma çəkisi 100-ün üzərində olanlar, 110, 120, 130 kilo insanlar var ki, bunlar öz çəkilərinə görə daha artıq su içməlidirlər. Məsələn, 3 litr, 4 litrə qədər. Bəs kifayət qədər su içib içmədiyimizi necə bilmək olar? Əgər sidiyə gedərkən sidiyin rəngi şəffaf deyilsə, yəni sarı rəngdədirsə, demək siz az su içirsiniz. Bədən gündə 7-8 dəfə normalda sidiyə getməlidir. Əgər sizdə bu saylar azdırsa, yenə də demək az su içirsiniz. Bədəndə su az olanda oksigen azlığı yaranır, qan qatılaşır, insan özünü halsız, yorğun, əzgin hiss edir. Su həm də bədəndə yığılan toksinləri təmizləmək üçün faydalıdır. Eyni zamanda oynaqlarımızın aktiv işlənməsi üçün lazım olan bir şeydir. Yeməkdən 30 saniyə əvvəl içilən su bizdə toxluq yaradır və bu da bizim az yeməyimizə səbəb olur və nəticədə biz kökəlmirik. Bəzi dietoloqlar kişilərə günə 3 litr, qadınlara isə 2 litr su tövsiyə eləyirlər. Amma yenə də dediyim kimi sidiyin rənginə baxaraq şəffafdırsa deməli siz kifayət qədər su içirsiniz və yaxud da bədən çəkisinə baxaraq su içmək olar. Ortalama götürəndə 1,6-2 litr arası su içsəniz bu sizin bədəninizə kifayət edər. Ən əsas da qeyd etmək istəyirəm ki, süd, kofe, çay və yaxud da enerji içkiləri, qazlı şirinləşdirici içkilər su hesab olunmur. Bədənimiz bunu qida kimi qəbul edir. Bunu unutmayın, dərimizin parlaq, immunitetimizin güclü olması üçün, eyni zamanda özümüzü yaxşı, enerjili hiss etməyimiz üçün və yaşımızdan daha kiçik görünməyimiz üçün bizə su vacibdir.